Bu il Türkiyədə 7 aylıq yağıntı son 66 ilin ən yüksək səviyyəsinə çatıb. Ötən gün Hatayda baş verən sel nəticəsində isə bir ev uçub, bir nəfər ölüb, 3 nəfər isə yaralanıb. 4 vilayət üçün isə yenidən sellə bağlı xəbərdarlıq edilib. Son dövrlərdə Türkiyə və Azərbaycanda artan yağıntılar sosial şəbəkələrdə bulud oğurluğu adlı iddianı yenidən gündəmə gətirib. Bu nəzəriyyəyə görə Amerika Birləşmiş Ştatları, İsrail və İran arasındakı müharibə güya bulud toxumlama əməliyyatlarını dayandırıb və nəticədə Anadolu daha çox yağış almağa başlayıb. Araşdırmacı yazar Mustafa Uzun iddia edir ki, İsrail və Dubay kimi mərkəzlərdə 1940-cı illərdən bəri tətbiq olunduğu deyilən hava modifikasiyası sistemləri vasitəsilə Aralıq dənizindən gələn rütubətli hava kütlələri vaxtından əvvəl yağışa çevrilir və bu səbəbdən Türkiyəyə çatmırdı. Bu iddialara görə hərbi fəaliyyət və elektron müharibə sistemləri bulud toxumlama əməliyyatlarını da iflic edib və bu səbəbdən buludların təbii şəkildə bölgəyə çatmasına şərait yaranıb. Lakin meteoroloqlar bu fikri rədd edir. Miqtat Kadıoğlu bildirir ki, Türkiyədə yağıntılar əsasən Balkanlar və Atlantikdən gələn qərb küləkləri ilə formalaşır. Bu tip müdaxilələrin təsiri elmi baxımdan mümkün deyil. Mütəxəssislərə görə bu iddiaların heç bir əsası yoxdur və yağıntı dəyişiklikləri təbii iqlim prosesləri ilə bağlıdır.